Həftəlik bürclər, balıq, xərçəng, əqrəb bürclərinin su ünsürlərini 25 maydan 1 iyuna doğru nələr gözləyir? Su ünsürlərini ümumi analiz eləyəndə həqiqi mənada dalğavız bu həftə o qədər də yaxşı deyil. Yəni elə bir vəziyyətdə olacaqsınız ki, bu həftə balıq, xərçəng, əqrəb bürclər hansı istiqamətdə getdiyinizdə düşünəcəksiniz ki, hər şeyi bulandıra bilərəm. Hansı istiqamətdə getməyə çalışacaqsınızsa, öz istədiyiniz kimi güclənməni tam əldə edə bilməyəcəksiniz. Amma ümumi dəyərləndirsə, birinci balıqlardan başlasaq, balıqlar nəhayət belə deyim də öz qəfəsinizdən çıxmağınız, özünüzə yer düzəltməyiniz, öz mühitinizi, alanınızı yaratmağınız çox gözəl bir şeydir. Amma bunu əsəbiyyətlə, bunu səbirsizliklə, bunu aqressiyanın etməyiniz sizin zamanla mübarizədə hər zaman ətrafınızda olan insanların itkisinə səbəb ola bilər. Yəni bu həftə balıqlar elə bir insanları həyatınızdan itirə bilərsiniz ki, bəlkə də hansısa bir məqamda onlar gələcəyə lazım olacağı insanlardır və plansız şəkildə etdiyiniz addımlara görə problem yaşaya bilərsiniz. Özünüzdən böyük olan qadınla bağlı sağlamlığınla və özünlə bağlı bəzi problemlər yaşaya bilərsiniz. Ola bilər danışıqla da bağlı problem yaşayasınız. Çünki həmin xanımla əlaqədar etdiklərinizə görə bir balaca peşmançılıq və narahatçılığınız olacaq. Həftənin sonlarına doğru gözəl həftə olacaq. Çünki azadlığınız, istədiyiniz gücünüzü balıqlar bərpa etməyə bacaracaqsınız. Yeni bir belə deyim, özünüzdə belə deyim planlar, yeni məntiqlər əldə edəcəksiniz. Sadəcə mənim xoşuma gəlməyən çənə hissəvizdə olan narahatçılıqlar və çanağınıza doğru olan qəribə bir sinirsel ağrılarınız olacaq ki, o ağrılar sizə ciddi bir şəkildə təsir edə bilər. Bunlara fikir verməlisiniz, ümumi dəngəvizə apara bilsəz, mükəmməl bir həftəni yaşaya bilərsiniz. Ümumi stabillik qura bilsəz. Dəyərləndirsək, bəli, 78-76% arasında həftəviz uğurludur. Sadəcə olaraq bu həftə bacarırsınızsa planları qurun, risk etməyin, hər şeyin zamanına doğru gözləmək daha uğurlu bir şəkildə ola bilər. Xərçənglərə gələndə xərçənglər wow deyə bilmərəm. Çünki bu həftə gözəl sosiallığınız var. İnsanlarla olan sosiallığınızı bərpa etməyi çox gözəl şəkildə bacarırsınız. Amma bu həftə itkiləriniz, sağlamlıqla bağlı problemləriniz, danışığınız, içinizdə olan aqressiya, əsəbi, elə bir hamı ilə xərçənglər bu həftə mübahisə etməyə çalışacaqsınız. Hamı ilə konflikt yaşamağa çalışacaqsınız və istədiyiniz gücü tam əldə edə biləcəyinizi görmədim. Yarımçıqlıqlarınız bu həftə çox olacaq. Çünki başqa işlərə doğru gedib onu yarımçıq qoymağınız, özünüzü tam təsdiqləyə bilməməyiniz, maddisal problemləriniz, əli qolu bağlı vəziyyətdə hiss etməyiniz. Bilirsiniz necə, bu həftə tam məsuliyyətli olmayacağım. Yəni, böyük addımlar eləməyəcəm. Zaman nə göstərsə onu eləyərək hər şey belə demir, dolanmış vəziyyətə doğru aparacaqsınız. Ən vacib öz sağlamlığınız, ətrafınızda olan ailə üzvlərinizdən olan daha çox övladlara uyğunda alınmalı uzaq eləsin. Övladlarınızla əlaqədar sağlamlıqla bağlı belə deyim də problem yaşayacaqsınız, onlara fikir verin. Ümumi dəyərləndirsək 66-69%-ə qədər uğurlu edə bilərsə, bu mənim üçün xərçənglər uğurlu bir həftə deyil, amma yenə də məsləhət sizindir. Əqrəblərə gələndə əqrəblər maddisal həftədir. Maddiyyatla bağlı çoxdan da nə etmək istəyirsiniz? Özünüzü yenilənmək, özünüzü dəyişmək, maddiyyatla bağlı nə beyninizdə fikirlər varsa, bu həftə onların hamısını həyata keçirə biləcək potensialdasınız. Bu həftə özümüzü hər şeydən qırağa mübadilə, maddisal, finans dəyərlərimiz, finansla əlaqədar olaraq birja, məsafəli, maddisal idarə etmələr, ev tikməklə əlaqədar olan gedişatlarınız, ən çox da əqrəb kişiləri bu həftə istədiyiniz pulla bağlı o şöhrəti, gücü əldə edə bilərsiniz. Və o şöhrəti, gücü əldə edə biləcək potensialınız da var gələcəyə doğru. Ümumi pis həftə deyil, ümumi gözəl həftədir. Amma məni narahat edən başqa bir şey var. Bu həftə ərzində belə bir şey deyəcəm. Bir dənə xoşuma gəlməyən nüans bilirsiniz nədir? Dinləmədən özünüzü ifadə etməyiniz, qarşınızda olan insanları dinləmədən özünüzü ifadə etməyiniz, özünüzün doğru və ya haqlı, haqsız olduğunuzu bildirməyə çalışmağınız bir balaca bu həftə istədiyiniz vəziyyətdə olduğunuzu göstərməyəcək. Ümumi gözəl həftədir. Xərçəng və balıqlara nisbətən əqrəblər daha uğurlu bir həftədəsiniz və insanların sizə bu həftə ehtiyac duyduğunu hiss edəcəksiniz. Yəni sənə ehtiyac duyuram, sənin enerjində, sənin düşüncəndə, sənin istəyində olmaq istəyirəm. Bu ehtiyacı insanlar siz duyaraq siz özünüzdə o qədər güvənilir bir vəziyyət olacaqsınız. Möhtəşəm bir həftə yaşaya bilərsiniz və uğurlu bir həftə olacaq. 81%-ə qədər əqrəblər həftənizi uğurlu edə bilərsiniz. Ən əsası özünüzü bu həftə çox dəyərli hiss edəcəksiniz. Əqrəblər bu həftədən istifadə edin.